Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və Statistik Olimpiyadanın qaliblərinin mükafatlandırması mərasimi keçirilib. Dövlət Statistika Komitəsinin əməkdaşları əvvəlcə fəxri xiyabana gələrək müstəqil Azərbaycanın banisi, xalqımızın ümumilli lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, nəzəri önünə əkli qoyublar. Görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb. Sonra Şəhidlər Xiyabanının Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən oğullarının xatirəsi yad edilib. Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin komitənin foyesində ucadılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Azərbaycanda həmmüəllif kimi qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli qətnaməsinə uyğun olaraq 5 ildən bir keçirilən Ümumdünya Statistika Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. BMT-nin Statistika Komissiyasının 2025-ci il 4-7 mart tarixlərində keçirilmiş 56-cı sessiyasında BMT Baş Katibinin Ümumdünya Statistika Günü ilə bağlı təqdim olunmuş məruzəsinə əsasən bu əlamətlər gün cari ildə beynəlxalq, milli və regional səviyyədə hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək şüarı altında keçirilir. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin bütün üzvlərinin, xüsusilə beynəlxalq təşkilatların, elmi dairələrin, medianın, rəsmi statistikanın bütün istehsalçı və istifadəçilərinin diqqətini müasir dövrün problemlərinin həlli üçün adekvat informasiya təminatında mühüm rol oynayan statistikaya yönəldilməsidir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini İdris İsayev Ümumdünya Statistika Günü ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən gənclər arasında statistikaya marağın artırılması, onlar arasında statistik biliklərə malik istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsi məqsədi ilə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında keçirilən statistik olimpiyadanın xüsusi əhəmiyyətindən bəhs edərək, belə tədbirlərin gənclər üçün statistika elmi, habelə ölkənin sosial-iqtisadi həyatında baş verən hadisə və proseslər haqqında daha geniş rəsmi statistik məlumatlar əldə etmə imkanları yaratdığını bildirib. Statistik olimpiyadanın yekunlarına dair hesabat məruzəsi ilə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini, Təşkilat Komitəsinin sədri Yusif Yusifov qeyd edib ki, olimpiyadada ümumilikdə 3055 nəfər şagird, 190 nəfər tələbə iştirak edib. Şagirdlər arasında keçirilmiş olimpiyadanın nəticələrinə görə Qusar rayon Hil kənd Kərim Kərimov adına tam orta ümumi təhsil məktəbin 11-ci sinif şagirdi Qurbanov Günel Yavəz qızı 1-ci, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin 11-ci sinif şagirdi Novruz Suad Ziyoğlu 2-ci, İmişli şəhər Aslan Eminov adına 7 nömrəli tam orta ümumi təhsil məktəbinin 9-cu sinif şagirdi Alışov Əli Elməddin oğlu 3-cü yeri tutub. Daha sonra Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə təltif edilmiş komitə əməkdaşlarına orden və medallar təqdim olunub. Təltif olunan əməkdaşlar dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər. Sonda media nümayəndələrinin sualları cavablandırılıb. Günel Fərzəliyeva, Rəsul İsayev, TəsTV xəbər.